birlikdə duyğu orqanlarımız mətnini və səhifə 73-dəki peşə, maraqlı, nəticədəki cümlələri sizə demək istəyirəm. Ata, salam. Salam. Onda mən sənə bunu vermək istəyirəm. Sən də Qalıb burada, eyb yox. onda bağlayıram. Yox, elə qalsın orada da bax. Axı Baxma, yəni çaşdan da baxarsan heç bir sorun deyil. Qalsın orada. hələlik qoyaq bura sənin Tamam. yanına. Ətrafımızda bir çox hadisələr baş verir. İnsanlar onları duyğu orqanları vasitəsilə eşidir, görür, hiss eləyir. Hiss eləyir. Bir dəqiqə. Məsələn, gözlərimiz əşyanın formasını, ölçüsünü və rəngini müəyyən eləyir. Burnumuz vasitəsilə isə qoxuları duyuruq. Gülün ətrini də, yanıq qoxusunu da hiss etməyimizə kömək eləyir. Ətrafımızda olan səsləri, danışıqları, musiqini, ara vızıltısını qulaqlarımızla eşidirik. Dilimizlə isə yediyimiz yeməklərin dadını, duzlu olduğunu, şirin olduğunu, turş olduğunu, acı olduğunu bilməyimizə kömək eləyir. Duyğu orqanları bizə ətraf mühiti göstərməyə və anlamağa yardım göstərir. Birinci mətn bitdi. Aferin. Səhifə 73-də bu 3 yeri göstərə bilərsən. Yəni istədiyin kimi. Mən də deyəcəm. Göz həkimləri insanları gözlərindəki xəstəlikləri müalicə edirlər. Maşın hərəkət edərkən, biz isə pəncərəyə baxarkən ürəyimiz bulana bilər. Çünki Başımız gicəllənir. Çünki göz və qulaqlar fərqli məlumat alır. Duyğu orqanları bizə ətraf mühiti İnsan duyğu orqanları ilə İnsan ətraf mühiti, duyğu orqanları ətraf mühiti duyğu orqanları vasitəsilə görür, eşidir, hiss eləyir. Bu duyğu orqanları isə dil, burun, göz, dəri və qulaqlardır. Aferin. Qulaq. Onda dostlar, gördüyünüz kimi videomuz bu qədər idi. Kanala abunə olub, like atmayı unutmayın. Zil tuşuna basanda bizim videomuzdan xəbərdar ola bilərsiniz. Onda sağ olun.